Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Davam edirik 4 qayda kitabının şərhini. Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın və bugün də 5-ci dərsdir və 3-cü qayda götürürük bu günlərim. El-Qaidatu-s-Salisə, 3-cü qayda. Ənnən Nəbiyyə sallallahu aleyhi və səlləm zahirə alə unasin mütəfərriqinə fi ibadətihim. Peyğəmbər sallallahu aleyhi və səlləm elə bir insanlara göndərilib ki, yəni elə bir insanların içindən çıxıb ki, zuhur edib ki, onlar müxtəlif ibadətlər yerinə yetirirdilər. Onlardan bəziləri minhum mən ya'budul mələikətə, mələklərə ibadət edirdilər. Və minhum mən ya'budul ənbiya və salihin, bəziləri peyğəmbərlərə və salihlərə ibadət edirdilər. Və minhum mən ya'budul əhcar vəl əşcar, və elələr də var idi ki, daşlara və ağaclara ibadət edirdilər. Və həmçinin elləri var idi ki, minhum mən ya'budul şəmsə vəl qamər, aya, ulduza, günəşə ibadət edirdilər. Və qataləhum Rasulullahi sallallahu aleyhi və səlləm və ləm yüfərriq beynəhum. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm onların hamısıyla, yəni hamısına qarşı döyüşdü, arasında heç bir fərq qoymadan. Və bunun dəlili Allah Taala'nın bu ayəsidir. Və qatiluhum hatta la takuna fitnetun və yakuna ad-dinu lillahi. Siz onlarla döyüşün ta ki fitnə olmayınca, yəni din bütövlüklə Allaha məxsus olunca, yəni Allaha şərik qoşulmayınca da, yəni fitnə burada nədir? Mənası şirk. Bəqərə surəsi 193-cü ayə. Yəni qaydanın məhzi nədir? Yəni qayda nəyə görə müəllif burada bu qaydanı vurğulayır, gətirir? Bildirərək ki, bugünkü gündə müşriklərin şübhələri var. Bugünkü günümüzün müşrikləri deyirlər ki, qabaqçılar bütlərə ibadət edirdilər. Daşlara, ağaclara, ulduzlara, peyklərə, aya, günəşə. Şeyx burada rahiməhullah bildirir ki, günümüzdə nəyi ki siz edirsiniz, salihləri, peyğəmbərləri özünüzə ilah tutmuşsunuz, ibadət edirsiniz, onlarda da var idi o. Yəni, özünüzü qırağa çəkib deməyin ki, onlar ancaq ağaclara, daşlara, ulduzlara və bu kimi şeylərə ibadət edirdilər. Xeyr, onlar həm də salihlərə ibadət edirdilər. Onlar həm də peyğəmbərlərə ibadət edirdilər, mələklərə də ibadət edirdilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin cəmiyyətində, o vaxtki cəmiyyətdə bunların hamısı mövcud idi. Bu şirk növünün hamısı mövcud idi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bunların arasında heç bir fərq qoymadı. Aydındır? Yəni qayda bunu bildirir ki, yəni onların hamısını bir qayda altına salmaq ki, yəni bunlar hamısı müşrikdilər. Təkcə ancaq daşa, ağaca ibadət edənlər yox, salihlərə də ibadət edənlər müşrik sayılır. Aydındır? وَالدَّلِيلِ الشَّمْسُ وَالْقَمَرِ قَوْلُهُ تَعَالَى. Aya, ulduza ibadət edənlərin haqqında deyilən sözə dəlil Allah Taala'nın bu ayəsidir. وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرِ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ. Və Allahın ayətlərindən gecə və gündüzdür, həmçinin günəş və aydır. Siz deyir, nədir günəşə, nə də ki, aya səcdə etməyin. Fussilet surəsi 37. Yəni, onlara ibadət edirdilər deyə Allah Taala qadağan etdi ki, günəşə, aya səcdə etməyin. Fussilet 37. Mələklərə ibadət etmələrinin dəlili nədir? Allah Taala buyurur: "Və la ya'murakum an tattakhizul malaikata wan nabiyyin arbaban." Və Allah sizə əmr etməyib ki, siz mələkləri və peyğəmbərləri özünüzə rəbb tutasınız. Yəni, ibadət edəsiniz. وَالدَّلِيلِ الْأَنْبِيَا və peyğəmbərlərə ibadət etmələrinə dəlil nədir? Allah Taala buyurur: وَإِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ
Ente qulte linnâsi ittehizûni ve ummiye ilâheyni min dûnillâhi qâle subhâneke mâ yekûnu li en ekûle mâ leyse li bihak in kuntu kultuhu fekad alimteh ta'lemu mâ fi nefsi ve la a'lemu mâ fi nefsik inneke ente allâmul guyub. Maidə surəsi 116-cı ayə. Allah Taala buyurur ki, bir zaman Allah Taala İsa əleyhissalama xitaban buyurdu. Ey Məryəm oğlu İsa, sən mi dedin insanlara ki, məni və anamı iki ilah, Allahdan savay iki ilah tutun özünüzə? Qalə subhanəkə. İsa əleyhissalam deyir ki, qalə subhanəkə mə yəkunu li ən əqulə mə leysə li bihaqqin. Yəni sən deyir, pak və münezzəhsən. Necə mənim haqqım olmayan bir şeyi mən deyə bilərəm. İn kuntu qultuhu fəqad alimtə. Əgər desəydim, sən bunu bilmiş olardın. Əgər demişəmsə, bunu sən bilirsən. Ta'lemu mə fi nəfsi və la a'lemu mə fi nəfsik. Çünki mən deyir, sən deyir, nəfsimdə olanı bilirsən, mən isə sənin nəfsində olanı bilmirəm. İnnəkə əntə allamul quyub. Çünki sən qeybi bilənsən. Həmçinin salihlərə ibadət etmələrinə, yəni qabaqki müşriklərin salihlərə ibadət etmələrinə dəlil Allah Taala'nın bu ayəsidir. Ulaikellezine yed'un yebtaguna ila rabbihimul vasilata eyyuhum aqrabu yercun rahmetahu ve yakhafuna azabah. İsra surəsi 57-ci ayə. Allah Taala buyurur, o kəslərə ki, onlar çağırırlar, yəni ibadət məqsədi ilə dua edirlər. Yebtaguna ilə rabbihimul vasilə. Onlar özləri Rəbbinə qarşı yollar axtarır. Yaxınlaşmağa yollar axtarır. Eyyuhum əqrab. Ki, daha yaxın kimdir? Və yercun rahmetahu və yakhafuna azabahu. Onun rəhmətini umaraq, əzabından qorxaraq. Yəni, bu vasitə axtaranlar. Yəni ki, o salihlər ki, siz onlara dua edirsiniz, onlardan yardım umursunuz, onlar özləri vasitə axtarır, yollar axtarır Rəbbinə yaxınlaşmaq üçün. Həmçinin ağaclara, daşlara, ibadət edənlərə dəlil, yəni onların ibadət etmələrinə ki, yəni onlar bu işi görüblər, qabaqki müşriklər. Allah Taala'nın bu ayəsidir. Əfəraitumul lətə vəl-uzzə və mənətəs-səlisətəl-uxra. Nəcm surəsi 19-20-ci ayələr. Məgər görmədinizmi Latı, Uzzanı və üçüncü olan Manatı? Yəni, keçən dərslərdə demişdik, Lat kimdir? Salih şəxsdir. Onun qəbri üzərində büt qurub ona ibadət etdilər. Uzza ilə Manat isə biri ağacdır, yəni pir olan yer ağacdır, obrisi isə nədir? Qaya parçasıdır. Yəni daşa, bir də ağaca ibadət etməyə dəlil budur. Və həmçinin hədisdə keçir ki, Əbu Vaqid Əl-Leysi radiyallahu anhunun hədisində qalə xaracnə mə'ə nəbi sallallahu aleyhi və səlləm ilə Huneyn. Biz deyir, Allah Rəsulü sallallahu aleyhi və səlləmdən yürüşə çıxdıq Huneynə. Və nəhnu hudəsə əhd bi kufrin. Və küfürdən hələ yeni ayrılmışdıq. Yəni, İslam'a yeni girmişdik, küfürdən yeni ayrılmışdıq. Və lil müşrikinə sidratun ya'kifuna indəhə. Və deyir, müşriklər var idi, yolda deyən, müşriklər var idi, ağacları var idi ki, onun ətrafında etiqaf edirdilər. Yəni, oturuşmuşdular, təbərrük edirdilər, yəni özlərinə yardım umurdular. Və yanutuna bihə əslihətəhum. Və silahlarını asırdılar o ağacdan, bərəkət umaraq. Yuqal ləhə zətu ənvat. Və buna zətu ənvat deyilir. Yəni, həmin o ağaca ki, yəni silahlar asılan yer mənası bu. Fəməradna bi sidratin. Biz də bir ağacın yanından keçdik. Fəqulnə. Və belə bir təklif etdik. Ya Rasulallah, ey Allahın elçisi, ic'əllənə zətə ənvatin kəmələhum zətə ənvat. Bizə də o zət-ı ənvatdan et. Yəni, biz də öz silahlarımızı asaq, təbərrük umaq. Əl-hədis. Yəni, bunlar hamısı nədir? Qabaqki qövmün, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem göndərilən qövmün halı idi. Ki, müxtəlif ibadət növləri var idi onların. Yəni, bir növ ibadətdə deyildilər. Və
müəllif dediyimiz kimi qaydanı gətirir, bildirər ki, yəni bunlar hamısı hökmündə eyni müşrik sayılırlar və bunların hökmü hamısının nədir? Necə ki, ayəni gətirdi ümumi olaraq. Yəni, ayə ümumi idi. Qatiluhum həttə lə təkunu fitnə. Onların hamısı ilə döyüşün, ta ki, yəni şirk olmayınca və din bütövlük də xas Allaha məxsus olmayınca, yəni tövhid olmayınca, bərqərar olunmayınca. Yəni, cihad təşri olunub, yəni cihad buyurulub, yer üzündə tövhidi bərqərar etmək üçün. Şərhində Salih İbn Abdüləziz Əli-Şeyh Həfizəhullah buyurur ki, Həzil qaydə fiyhə müqaddimə və nəticə. Bu qaydanın deyir, müqəddiməsi var və nəticəsi var. Yəni, əvvəli müqəddimə olaraq və sonucu, nəticəsi. Əmməl müqəddimə fəhiyyə raciə ilə mərifəti həlil ərəb bimə əxbərəllah əzzə və cəl anhum fi ibadətihim. Müqəddiməyə gəlincə, bu deyir, qayıdır, deyir, əvvəlki ərəblərin halını bilməyə, hansı ki, Allah Taala bizə onların barəsində, onların ibadətləri barəsində xəbər vermişdi və o ərəblərin batil ilahları barəsində xəbər vermişdi. Əlləti kənu yəbudunəhə kənət mütənəvvə və onlar etdiyi ibadətlər deyir, müxtəlif növbə-növ idi. Və minhum mən kəni yəbudu şəms vəl qamər, eləsi var idi ki, aya, günəşə ibadət edirdi. Və bunu dəlilindir, müəllif gətirir. Burada deyir ki, lə təscudu li şəmsi və lə lil qameri vəscudu lillahi ləzi xaləqəhunna in kuntum iyyəhu təbudun. Siz deyir, nədir? Günəşə, nədir? Aya səcdə etməyin. Siz yalnız onları yaradan Allaha səcdə edin. Əgər həqiqi ibadət edirsinizsə, yəni Allaha ibadət edirsinizsə. Və həzə nov minəl ərəb taifət kənət təbudu şəmsu vəl qamər. Bu, yəni ərəblərdən bir növ idi, bir qismi idi ki, yəni bu tayfa günəşə, aya ibadət edirdi və qeyri-ərəblərdən də həmçinin mövcud idi o dövrdə. Və minhum mən kəni yəbudu şəcər vəl həcər və eləsi də var idi ki, daşa, ağaca ibadət edirdi. Və minhum mən kəni yəbudul mələikə və eləsi var idi ki, mələklərə ibadət edirdi. Necə ki, Allah Taala buyurur, وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَائِكَةِ أَهَؤُلَاءِ إِيَّاكُمْ كَانُوا يَعْبُدُونَ قَالُوا سُبْحَانَكَ أَنْتَ وَلِيُّنَا مِنْ دُونِهِمْ. Səbə surəsi 40-41-ci ayədə Allah Taala buyurur, o günü ki, onların hamısını Allah həşr edəcək və deyəcək, ondan sonra deyəcək mələklərə ki, Əhəulə iyyəkum kənu yəbudun, onlar sizə mi ibadət edirdilər? Yəni, siz mələklərə mi ibadət edirdilər? Yəni, bu müşriklər, mələklər inkar edəcək. Deyəcəklər ki, qalu subhanəkə, sən pak və münezzəhsən, əntə vəliyyunə min dunihim. Sən deyir, olarsız bizim himayədarımızsan. Yəni, inkar edirlər. Deyirlər ki, onlar özləri uydurduqları ilahlara ibadət edirdi. Əksəriyyəti də onların cinlərə ibadət edirdi. Yəni, mələklər inkar edir onları ilahlaşdırmağı, onlara ibadət etməyi. Və kənə minən-nəs minəl-ərəb və qeyrihim yüşriku bil-mələikə və minhum mən kənə yüşriku bil-ənbiyə. Və insanlar içində ərəblər və qeyri-ərəblərdən deyir, mələklərə bu cür ibadət edənlər var idi. Və həmçinin deyir, peyğəmbərləri də şərik qoşanlar var idi ibadətdə. İsa əleyhissalam misal üçün. Qalə azze və cəl fi haqqihi, necə ki Allah Taala deyir, onun haqqında buyurur. Və iz qalə Allahu ya İsa ibn Məryəmə əntə qultə lin-nəs ittəxizuni və ummiyə iləheyni min dunillahi qalə subhanəkə mə yəkunu li ən əqulə mə leysə li bihaqqin in kuntu qultuhu fəqad alimtə ta'ləmu mə fi nəfsi və lə a'ləmu mə fi nəfsikə innəkə əntə allamul quyub. Bayaq dediyimiz, oxuduğumuz Maidə surəsinin 116-cı ayəsi, hardakı Məryəm oğlu İsa əleyhissalam buyurur ki, yəni Allah Taala onu deyəndə ki, sən mi dedin, məni və anamı özünüzə iki ilah tutun Allahdan savayı, yəni inkar edir. Yəni də bu da inkar edir, yəni ki, mən belə şey deməmişəm. Və onlardan bəri olur da, yəni təbərri edir. Fə uşrikə bi İsa aleyhisselam və
Bu səbəblə, yəni görürsən ki, yəni İsa əleyhissalama da, yəni İsa əleyhissalamı da Allaha şərik qoşmuşlar, ibadət edirdilər. Həmçinin salihləri də Allaha şərik qoşaraq Allah Taala buyurur onlar haqqında: "İnnellezine sebaqat lehum minnel husna ulaika anha mubadun. La yesma'un hasisaha ve hum fi meştehat enfusuhum halidun." Ənbiya surəsi 101-102-ci ayədə Allah Taala buyurur: "İnnellezine sebaqat lehum minnel husna." O kəslər ki, biz tərəfdən onlara yaxşılıq artıq yazılmış, yəni ötüb keçmişdir. Ulaika anha, yəni cənnətə düşmüşlər, yəni cənnət əhlidir, salihlərdən söhbət gedir. Ulaika anha mubadun. Onlar deyir, o cəhənnəmdən uzaqlaşdırılacaq. Çünki ayə ondan qabaq siyaqı, yəni konteksti nədir? O bütlər ki, o müşriklər və ibadət etdikləri bütlər hamısı cəhənnəmdə müştərək olacaqlar. Əbədi qalacaqlar. O bütlər və o da onlara ibadət edənlər hamısı düşəcək cəhənnəmə. Ondan sonra müşriklər sevinərək çıxdı ki, biz öz ibadət etdiklərimizlənik. Yəni salihlərlənik, peyğəmbərlərlənik. Dalınca gəldi bu ayənin bu hissəsi. Kimə ki haqq, kimə ki husna, cənnət yazılmışdır, onlar deyir uzaqlaşdırılacaq ondan. Yəni bunlar cəhənnəmə girməyəcək təbii ki. La yesma'un hasisaha. Heç onun xışıltısını belə eşitməyəcəklər cəhənnəmin, uzaqdan gələn bir şeyin. Və hum fi məştəhət enfusuhum halidun. Əksinə, yəni öz nəfsləri çəkdiyi bir şeydə əbədi qalacaqlar. Və qad cəə fi səbəbi nuzuliha ennəhə ləmmə nəzələ qavlullahi azza və cəl. Bu deyir ayənin nazil olma səbəbi o idi ki, Allah Taala ondan qabaq buyurmuşdu: "İnnekum və ma ta'budun min dunillahi hasabu cehenneme entum laha varidun." Deyir ki, innekum, həqiqətən siz və ibadət etdikləriniz hamısı cəhənnəm nə idi? Ocağıdır. Yanacağıdır. Entum laha varidun. Siz ora mütləq, yəni varid olacaqsınız, yəni daxil olacaqsınız. Ləv kana haula alihatan ma waraduha. Əgər onlar həqiqi ilah olsaydılar, deyir, ora girməzdilər. Cəhənnəmə girməzdilər. Və kullun fiha xalidun. Onlar orada hamısı, yəni ibadət edənlər, ibadət olunanlar əbədi qalacaq. Deyir ki, fərihəl ərəb bizəlik. Ərəblərdir sevindi. Və qalu sənəkunu mə'a İsa və sənəkunu mə'al Uzeyr və sənəkunu mə'a kəzə və kəzə. Dedilər ki, biz nə yaxşı, İsa əleyhissalamla olacaq, biridir ki, biz Üzeyrlə olacaq, biz filankeslə olacaq. Yəni öz ilahını, yəni sadaladı orada. Thumma nazala qawlullahi azza və cəl. Ondan sonra Allah Taala'nın bu ayəsi nazil oldu. İnnellezine sebaqat lehum minnel husna ulaika anha mubadun la yesma'un hasisaha fa həmin bu ayə ki, yəni kimə ki cənnət yazılmışdı artıq deyir, ondan uzaqlaşdırılacaq, heç onun şırıltısını belə eşitməyəcək. Fətəvəcəhu bil ibadətil muxtəlifə lil ənbiya və rusul və salihin. Çünki bunlar deyir ibadətlərində deyir müxtəlif idi, peyğəmbərlərə yönəlmişdi, rəsullara, salihlərə, həmçinin ağaclara, daşlara da. Necə ki Allah Taala buyurur bu haqqda: "Əfəraytumul lata vel uzza və manata salisətel uxra." Bayaq dediyimiz kimi, yəni Uzza ilə Manat nədir? Ağac və daşdır. Və təvəccehu ilə şeyatin vəl cin. Həmçinin şeytanlara, cinlərə də ibadət edirdilər. Necə ki Allah Taala onlar haqqda buyurur: "Bəl kanu ya'budunel cinnə əksəruhum bihim mu'minun." Əksinə deyir, necə ki mələklər inkar edərək özlərindən o ibadəti deyirlər. Yox, əksinə deyir. Onlar deyir, cinlərə ibadət edirdi. Əksəriyyəti o cinlərə iman etmişdi. Və həmçinin Allah Taala buyurur: "Ennehu kana ricalun minel insi ya'udun bi rijalin minel cinni fazaduhum rahaqa." İnsanlardan bir toplu, cinlərdən bir topluya, yəni sığınırdılar, yəni ibadət edirdilər. Onlar isə bunların azğınlığını artırırdı. Yəni biraz da bunları zəlalətə salırdı. Yəni onlara xoş gəlir ki, bunlara ibadət edirlər, bunları sayırlar. Ona görə biraz da öz azğınlıqlarında davam edib uydururlar, yəni biraz da artırırlar.
Həzi əsnaf ibadət ərəb. Bu ərəblərin ibadət sinifləridir. Yəni ibadət etdiklərinin sinifləridir. Cəət fil Qur'an və halul ərəb zahirə fihə. Necə ki Quranda gəlib, necə ki, yəni bu zahirdir, ərəblərin əvvəlki halı. Həl fərraqallahu azza və cəl bi əmrihi li nəbihi beynə fiyyətin və uxra. Sonra sual. Məyər Allah Taala bax bu qədər, yəni ibadət olunanlar var idi o dövrdə. Məyər Allah Taala yəni bir firqəni digər firqədən ayırdı mı hökmündə? Ki bax bunlar müşrikdir, bular müşrik deyil. Dedilmi ki, yəni kim ki ağaclara, daşlara, bütlərə, günəşə, aya ibadət edir, onlarla döyüşün ancaq. Amma salihlərə ibadət edənləri, peyğəmbərləri özlərinə şəfaətçi tutanları və yaxud salihləri və peyğəmbərləri vasitə tutanları Allaha yaxınlaşmaq üçün dedimi ki, bunlarla döyüşmək olmaz. Yoxsa ki, hamısına hökm eyni oldu. Ləm yəti həzə təfriq. Haqq budur ki, bu təfriq gəlmədidir. Bu ayırma gəlmədi. Bu cürünə ayrım gəlmədi. Bəlcəl əmru vahidən, əksinə, yəni hamısına eyni əmr gəldi. Və hukm ələ cəmi bi ənhum kuffar müşrikun. Və hökm də hamısına eyni kafir müşrik verildi. Və qutilu və hamısı ilə döyüşüldü. Və əmr Allah əzzə və cəl bi qitali cəmi tilkəl fiyyət və Allah Taala əmr etdi bu tayfaların hamısı ilə döyüşsün. Peyğəmbər sallallahu əleyhi və səlləm və cəmi ulaykal müşrikin və bütün bu müşriklər hamısı yəni bu hökmə daxil oldu. Cəl əmr bi qitalihim. Hamısına qarşı döyüş əmri gəldi. Arasında fərq qoşmayaraq, fərq qoymayaraq, necə ki Allah Taala buyurur: "Qatilul müşrikinə kəffətən kəmə yuqatilunakum kəffə." Müşriklərlə bütövlüklə, bütün müşriklərlə döyüşün, necə ki onlar sizə qarşı toplaşıb hamısı döyüşür. Yəni hər tayfa təvhid əhlinə qarşı düşməndir. Və siz də bütün müşriklərlə döyüşün. Və həzə əmun fi cəmiyə. Bu bütün hamısının, yəni ümumiləşdirir. Həmin qaydanın nəticəsi bax bu hissəsidir. Yəni müqəddiməsi odur ki, qaydanın müqəddiməsi var. Hansı hissədir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm zuhur etdiyi, gəldiyi qövm bax bu bütlərə, yəni bütlərə, ağaclara, daşlara, peyğəmbərlərə, salihlərə, mələklərə, cinlərə ibadət edirdi. Aya, ulduza ibadət edirdi. Bu müqəddimədir. Yəni ərəblərin qabaqki halını bildirmək. Nəticə isə nədir? Onların hökmünün hamısının bir olması. Nə oldu bizdə qayda? Madəm ki bu ibadətlər müxtəlif idi və onların arasında heç bir fərq görülmədi hökmündə və döyüşməsində, demək ki, salihlərə ibadət edənlər də, peyğəmbərlərə ibadət edənlər də, onları şəfaətçi tutanlar, vasitə tutanlar Allaha yaxınlaşmaq üçün bunlar hamısı daxildir bir hökmün altına. O da nədir? Şirk, küfr hökmü. Aydındır. Bu da nəticə. Və mə qabləhə müqəddimə. Bundan qabaqki müqəddimə idi. Və izə kənə kəzəlik, kənə lə fərq beynə ən yabudan nəbi. Əgər məsələ belə qoyulubsa, demək ki, heç bir fərq yoxdur. Peyğəmbərə mi ibadət edəcəksən, daşa mı, ağaca mı, cinə mi, mələkə mi? Hamısının halı eynidir, hökm eynidir. Fəmən ətə fi həzə zəmən və kim ki bu zaman, günümüzdəki bu zamanda gələrsə, deyərsə ki, fərraqa, deyərsə ki, yox, bunlar ayrılır. Və qalə salihunə innəmə hum əvliyə, salihlər bunlar övliyalardır. Və ləhum məqam indəllah, bunların Allah qarşısında, Allah qatında məqamı var. Və lə-ənbiyə ləhum məqam və cəh və həmçinin peyğəmbərlərin öz məqamı var, öz hörmətləri var. Və istəşfə'nə bihim, əgər onları şəfaətçi tutsaq özümüzə, finnə ləhum cəhən indəllah, onların Allah qarşısında hörməti olduğu üçündür bu. Onlara deyirik, fənəqul, və əyyü fərqin beynə ibadət həvləyə əs-salihin, والتوجه إليهم وبين عبادة من عبد عيسى أو عبد العزير أو عبد الصالحين الذين كانوا يعبدون. Elə isə deyir, bu salihlərə ibadət etməklə, onlara yönəlməklə qabaqki, yəni İsa əleyhissalama ibadət edənlərin, Üzeyr əleyhissalama ibadət edənlərin və digər salihlərə ibadət edənlərin arasında fərq nədir ki? Yəni qabaqçılar da salihlər idi, peyğəmbərlər idi. Eyyü fərqin beynə həzə və həzə.
La şəkkə ənəl hukmə aləl cəmi vahid. Şək yoxdur ki, bunların hamısının hökmü birdir. Və həzihi qaidə yəqiniyyə min ənəhu la fərqə beynə həzə və həzə. Və bu qayda da bizi bunu öyrədir. Yəqin qaydadır ki, heç bir fərq yoxdur bununla bunun arasında. Lənnəl mədar alə ubudiyyətil qalb. Çünki məsələ dövrlənir, məsələ dayanır. Nəyə? Qəlbin ibadət etməsinə. Feyzə qamə fil qalb ət-təndid vəl-işrak billahi azza və cəl. Əgər qəlbdə deyir, Allaha tay qoşmaq, ona şərik qoşmaq varsa, fəsəvan əkənəl müşrik bihi salihən o müşrak bihi salihən o talihə. Fərq etməz onda. Əgər qəlbində insanın Allaha tay qoşmaq, ona şərik qoşmaq varsa, fərq etməz kimi şərik qoşur Allaha. Salihimi yoxsa talihimi? Yəni pisimi, yaxşınımı? Peyğəmbərimi yoxsa qeyri-peyğəmbəri? Daşımı, ağacımı, mələkimi? Hamısının əmri, hamısının hökmü eynidir. Lənnəl qəlbə yecibu ən təkuna ubudiyyətuhu lillahi vahdahu. Çünki qəlb elə bir şeydir ki, onun ubudiyyəti yalnız Allaha yönəlməlidir. Və ən yəkuna dinuhu lillahi vahdahu. Və dini sırf Allah üçün olmalıdır. Ələ lillahi dinul xalis. Məgər xalis din Allaha məxsus deyilmi? Və həmçinin Allah Taala buyurur: "Qulillahə a'budu muxlisan lehu dini." De ki, yalnız Allaha ibadət edirəm, ixlasla dinimi ona yönəldərək. Və hazil ubudiyyə min cihətil abid. Bu dir abid tərəfdəndir, ubudiyyədir, ibadətdir. La yunzar fihi ilə mən tavajjaha ilayhi. Və baxılmır deyir. Kimə tərəf yönəlirsən? Yəni məqamı nə dərəcədə olur olsun. Fin tavajjaha lillahil vahidil əhad fəhuva muxlisun muvahhidun. Əgər sırf Allaha yönəlirsə, tək olan Allaha, onda deyir bu ixlaslıdır, bu vahiddir. Əgər deyir ondan qeyrisinə yönəlirsə, fərq etməz. Yəni hörməti nə qədər olur, məqamı nə qədər olur, kimə yönəlirsə, yəni onun hörməti. Yenə də nədir? Müşrik sayılır. Çünki Allah Taala buyurur: "Vannal mesacidə lillahi fala tad'u ma'allahi ahada." Çünki deyir, səcdəgahlar, səcdə yerləri, yəni ibadət əzaları, bunlar hamısı Allaha məxsusdur. Onunla yanaşı heç kəsi çağırmayın. Niyə dəfələrlə yəni bu keçib, yəni bu ayənin bəlağı cəhətdən təfsiri. Həmçinin Allah Taala buyurur: "Və men yed'u ma'allahi ilahan axara la burhana lahu bihi fe innehu hisabuhu inde rabbih innehu la yuflihul kafirun." Kim Allahla yanaşı başqa bir ilah çağırarsa, heç bir burhanı olmadan, heç bir dəlili yoxdur. Yəni bu batil ilahdır. Fe innema hisabuhu inde rabbih. Onun hesabı deyir Rəbbi qarşısında olacaq. Və kafirlər deyir, yəni uğur tapmayacaqlar. Yəni hökmü də nədir? Kafirdir. Feyzə nəzarna fi həzə zəmən odur ki, əgər biz baxsaq günümüzdəki hala, yəni bu zamana, iləl-ləzine ya'budunal awliya və ya'budunal qubur vəl məşahid, kimlər ki övliyalara ibadət edir, kimlər ki qəbirlərə ibadət edir, kimlər ki məşhədlərə ibadət edir, onlara yönəlirlər, peyğəmbərlərə, rəsullara deyirlər ki, bunların məqamları var, həmçinin sahabələrə ibadət edirlər. Hər ölkədə var bu deyir. Hər ölkədə onların qəbrin, pirin qoşub, ona yönəlirlər, Allaha şərik qoşurlar bu cürünə və yəqulun həzihi leysət ibadətil müşrikinil əvvəlin. Və deyirlər ki, şübhələri nədir? Bu əvvəlki müşriklərin ibadəti deyil. Niyə görə? Çünki bu salihlərdir. Onlar isə bütlər idi, ağaclar idi. Hə? Bu necə ola bilər? Bu salihlərdir. Yəni bu bizi ilə bir dində olan, bir səhvdə olanlardır. وَقَدْ قَالَ عَزَّ وَجَلْ فِي وَصْفُ اُلَيْكَ الْمَعْبُودِينَ. Halbuki Allah Taala deyir, o ibadət olunanların vəsfi barəsində buyurmuşdu: "Əmvatun gayru əhyəin və mə yeş'urun əyyən yub'asun." Onlar deyir, ölüdülər, diri deyillər və heç özləri də bilmirlər nə vaxt həşr olunacaq, diriləcəklər. Yəni bu daşlara, ağaclara aid deyil, bu canlılara aiddir. Hansının ki ruhu var idi, salih idi, ölüb gedib. Qalə taifə minəl müfəssirin, ona görə bir təfsirçilərdən bir tayfa alim Əbu Həyyan
Bəhrül Muhit təfsirində dediyi kimi və digər təfsirçilər deyir ki, İnnə həzil əyə feymən yub'asu. Bu ayə xasdır dirilənlərə. Yəni bu ayə ki, onlar ölüdürlər, diri deyirlər və bilmirlər nə vaxt diriləcəklər. Bu ayədir, aiddir. Kimlər ki, dirilə bilir o kəslərə. Bütlərə, daşlara yox. وَالَّذِي يُوصَفُ بِأَنَّهُ مَيِّتٌ مَنْ كَانَ حَيًّا قَبْلَ ذَلِكَ. Kimə ki, meyyit sözü işlənir, ölü sözü işlənir. Kim ki, bu vəsfi götürüb, bu onu bildirir ki, bundan qabaq diri idi. Aydındır. وَالْأَصْنَامُ الَّتِي هِيَ مِنَ الْأَحْجَارِ وَالْأَشْجَارِ وَنَحْوُ ذَلِكَ لَا تُوصَفْ بِأَنَّهَا أَمْوَاتُ غَيْرَ أَحْيَاء. O daşlar ki, bütlər, ağaclar ki, hansı ki canlı deyirlər, onlar heç bir halda yəni ölülüklə vəsf oluna bilməz. Çünki bunun əslən yəni ondan qabaqki bir həyatı olmayıb. Və innəməl-ləzi yusafu bizəlikə mən kənət təhuluhul həyat thumma sara meyyitan. Kimə bu vəsf oturuşur? Kim ki bundan qabaq sağ idi, diri idi, yaşayırdı, ondan sonra öldü. Fe innehu yuqal əmvat qeyra əhya. Ona görə deyilir ki, bu ölüdür, diri deyil artıq. Ayədəki kimi. Və beynə zəlikə əksər və beyyənə zəlikə əksər hin. Və bundan da deyir, daha böyük deyir, bəyan odur ki, Allah Taala buyurur ki, və mə yəşurun əyyəni yuvəsun. Heç şuurlarında belə yoxdur, nə vaxt ki, onlar diriləcəklər. Heç düşünmürlər, bilmirlər. Fə innəhə fi haqq mən yub'asu yevmil qiyamə liqa'illahi azza və cəl. Demək ki, bu kimlərə aiddir? Kimlər ki, qiyamət günü Allahın qarşısında dirilib sorğu-sual çəkəcəklər. Bunlara aiddir deyir. فإذا هذا الذي يحتاج به المشركو هذا الزمان ومشركو زمان الشيخ رحمه الله وهذا في كل مكان. Demək ki, zamanımızdakı müşriklərin höccətləri və həmçinin Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimahullahın dövründəki müşriklər və həzə fi kulli məkan. Bu da deyir, hər məkanda vardır bu şey. Yəqulun deyərlər ki, innəmə təvəccəhnə ilə salihin. Biz deyir, salihlərə üst tuturuq. Və uləykə əvliyə innəmə, çünki bunlar deyir, övliyalardır. İnnəmə təvəccəhu eynən ilə salihin. Qalu natlubul vasata. Biz deyir, bunlardan vasitədir, tələb edirik. Mə tələbnə minhum istiqlələn. Biz onlardan müstəqil bir şey istəmirik. Vasitə ilə istəyirik. Allahdan da əsli. Yəni kökündə deyir, Allahdan istəyirik. Deyirlər hamısı deyir bunu. Yəni bu şübhə hamısında var. Nəqulu deyirik ki, vəl-əvvəlun eydan tələbul vasata vəl-qurba və şəfə. Necə ki, ikinci qaydada götürdük ki, əvvəlkilər də eyni vasitə, yaxınlıq, şəfayət istəyirlər. Onların da məqsədi bu idi. Onlar da müstəqil olaraq ibadət etmirdilər, ilahlaşdırmırdılar. وَلَمْ يَتْلُبُ الْاِسْتِقْلَالِ. Müstəqil şəkildə birbaşa onlara yönəlmirdilər. Ki, yəni bunlar vasitəçidirlər, Allaha yaxınlaşdırırlar. وَالْحَالُ هِيَ الْحَالِ. Hal deyir, eyni haldır. وَاِنْ تَغَيَّرَتِ الْأَسْمَا. Adlar değişsə belə, iddialar değişsə belə, فَالْحَالُ هِيَ الْحَالِ وَمَا أَشْبَهِ اللَّيْلِ بِالْبَارِحَ. Yəni bu gecə necə də bundan qabaqki gecəyə bənzəyir. Və bununla yəni bitiririk 3-cü qaydanı. Allah işləyib olanlardan etsin. Subhanallah, bihamdihi, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbü ileyk.